Bakıda naməlum şəxs 5-ci sinif şagirdini maşınına mindirərək uğurlamağa cəhd edib. Mehdiyabad qəsəbəsində 188 sayılı məktəbin önündə baş verən hadisənin təfərrüatlarını öyrənmək üçün üz tutduq həmin əraziyə. Dərin stres yaşamış həmin azyaşlı gözlərindəki qorxu ilə mikrofonumuza hadisənin necə baş verdiyini danışdı. 24 noyabr 7-yə 10 dəqiqə işləmiş məktəbdən çıxdım. Qardaşım da getdi balaca bacımı götürməyə ki, o tez çıxır. Ondan sonra mən də çölə çıxanda gördüm ki, darvazanın ağzında bacımın sinif yoldaşları var. Mən də təxmin elədim ki, yəqin ki, oradadılar. Darvazadan 3 metr o tərəfə gedəndə şərfli papaqlı bir adam məni qəfildən maşına itələdi. Ondan sonra mənim bıçaqla hədə qorxu gəldi və dedi ki, maşında otur sakitcə, kimsə soruşsa sən mənim qızımsan. Ondan sonra 300 metr getdi, bir qədər sonra dayandıq. Dayanandan sonra məni də düşürdü maşından. Balaca boy bir kişidən nəsə soruşdu, yol soruşurdu deyəsən. Ondan sonra yanımızdan valideyn keçirdi. Mən də tez oradan qaçdım. Qaçandan da sonra sinif yoldaşımla rast gəldim. Ondan sonra onunla bərabər məktəbə getdim. Qardaşımla bacımı tapdım. Orta boyluydu, qara papaq, bir də şərf geymişdi. Yalnız gözlər görsənirdi. Qara kutka ilə cins geymişdi. Təxminən 32-33 yaşı olardı. Zəhra evə gələr-gəlməz qaçırıldığını və naməlum oğrudan güc bəla ilə xilas olduğunu atasına danışıb. Baş verənləri öyrənər-öyrənməz şagirdin babası polisə məlumat verib. Belə təsadüfən zəng elədim qızıma ki, sən oraya bala necəsin, nətərs deyib, papa bax başımıza belə bir iş gəlib, Zəhranı oğruyurmuşlar. Durub gəldik yol ailəmlə, maraqlandıq. Buradan mən 102 xidmətinə zəng elədim. 102 xidməti gəldi, burada oturdular burada. İzahat aldılar, məlumat aldılar, uşağa danışdılar. Bizdən məlumatlar aldılar. Dacı elə bir gecə getdik, burada müəyyən ev var, zabitçinin evi. Oradan kamera yoxlanıcısına o ev sahibi də deyir ki, kamera işləmir. Ancaq görüntü var, belə yaddaşı yoxdur, nəvəsi xarab eləyib. Maşın da qapısı açıq, orada dayanmışmış ağ maşın. Qız elə maşının yanından keçən kimi təpi ilə vurub, topuğu da hələ burxulub. Qızı dabalaq vurub, tez atıb maşının içində, yüngül uşaq atıb maşının içindən atan kimi bıçağı çıxardıb ki,